Dostlar, namaste. Mənim adım Sahib Xudavərziyevdir. Mən beynəlxalq yoga təlimçisiyəm. Sizi Balidən salamlayıram. Bugünkü mövzu əzələ ağrıları. Çox vaxtı bizim belimiz ağrıyır, çiyinlər ağrıyır. Heç bilmirik də nədən. Üst tuturuq həkimlərə, dərman, terapiyalar, amma çox vaxtı həllini tapa bilmirik. Çünki orada problem başqa yerdədir. İnsanlar ümumiyyətcə hərəkətsizdirlər. Baxın, sən də məni dinləyən, hərəkətsizsən. Nə yogaya gedirsən, nə stretchingə gedirsən, oturaq işləyirsən, maksimum həftədə bir dəfə, iki dəfə 10.000 addım gəzəndə deyirsən ki, mən fəxr edirsən onunla. Amma o çox azdır. O sənin bədənin üçün, sənin ümumiyyətcə yaşamın üçün, yaşam enerjisi üçün çox cüzidir. Sanki oturmusan yeməyə açsan, sən sadəcə olaraq oradan bir salatın dadına baxdın və sənə deyirlər ki, stop, sən artıq yeyə bilmərsən. Həmçində o 10.000 addım sənin bədənin üçün bax o dərəcədədir, çox azdır. Həftədə azı 3 dəfə sən əgər sağlam olmaq istəyirsən, güclü olmaq istəyirsən, zəngin olmaq istəyirsən, bəli, zəngin. Çünki məhz güclü bədəndə, insan sağlam olanda daha effektiv olur, daha fəaliyyəti güclü olur. Sən yorulmursan, sənin enerjilərin yaxşıdır, sən daha çox işləyirsən, sənin beyninə hər zaman sürətli oksigen getdiyi üçün sən hətta şuurun da gözəl çalışır. Daha çox düşünən olursan, daha çox uzaq görən olursan, yaddaşın düzəlir. Yəni, bədən tam olaraq aktivləşir və bu sənin həyatında, şəxsi həyatında, münasibətlərdə, iş karyerəndə, fəaliyyət, yəni hər nə edirsənsə, sən olursan super insan. Yəni, yoga, stretching bu şeyləri sənə verir, səni gözəl edir, sənin daxilini cavanlaşdırır, səni fiziki olaraq gözəl edir. Çünki əzələlər bərkiməyə başlayır. Siz bilirsiniz, 30-35 yaşından sonra insanın bədəni ildə 2-3% əzələ kütləsi itirir. Yəni, biz bunun qarşısını almaq üçün fiziki hərəkətlər etməliyik. Bu çox önəmlidir. Başlayırıq yogadan. Çünki yoga sənə tam olaraq kompleks şəklində həm nəfəslərdir, həm fiziki hərəkətlərdir. Orada yəni hər şey var. Qan dövranı, bütün sistemin aktivləşir, güclənirsən, qamətin düzəlir, səsin düzəlir, auran güclənir. Yəni sən tam olaraq bərpa olursan. Bunu nəzərə alın. Çünki əgər siz bu günləri artıq başlamasaz bədəninizə, zehninizə, şuurunuza yatırımlar etməyə, artıq 50-55 yaşında biraz gecdir. Ona görə indidən başlamaq lazımdır. Mən şəxsən istəmirəm. Mən bilirəm insanın bədəninə xəstəliklər necə gəlir. Mən istəmirəm xəstə olum. Mən istəmirəm hansısa xəstəlikdən əziyyət çəkim, həkimlərdə qalım, növbələrdə qalım, küllü miqdarda vəsaitlər getsin. Axı, mən o vəsaitləri öz səyahətlərimə xərcləyərəm, gəlib Balidə yaşayaram, yoga edərəm, sağlam olaram, düzgün qidalanaram, nə gözəl. 80-90 yaşında da ağlım başımda, şuurum başında avtomobilimi idarə edərəm, nə bilim, yenə də səyahətlər edərəm. Yəni, həyat budur, bu günləri sənin əlindədir. Ona görə çox diqqətli olmaq lazımdır, bu günləri ayılmaq lazımdır. Mənim dediyim sözlər sanki bir qəpik kimidir hal-hazırda. Səndə o ya düşdü, danq elədi, ya da eləmədi. Ona görə bizim bədənimizdə olan, əslində mövzumuz o deyil, əzələlər niyə görə ağrıyırlar, niyə görə biz yuxudan dururuq belə yorğun, halsız. Çünki fiziki hərəkətlər yoxdur. Sən başda fiziki hərəkətlər eləməyə, dartılmalar, qollarını dartırsan, fırlanırsan, belin dartılır. Əlbəttə ki, sən bu hərəkətləri artıq 45 dəqiqə, 1 saat edəndən sonra səndə piy yanma prosesi aktivləşir. Piylər yanır.
enerjilər qalxır. Sən yoqadan sonra özünü bilsən necə hiss edirsən, güclü. Sanki bütün bu şəhəri çevirməyə hazırsan. Yəni sən bu günləri belə olmalısan. Nə qədər ki yaşayırsan, çalış enerjilərini aktivləşdir. Hər zaman aktiv ol, güclü ol. İstədiyini həyatdan götürə biləcəksən, asanlıqla, çətinlik çəkməyəcəksən. Çünki enerjilərini aktivləşdirirsən. Bədənin güclüdür və sən kainatın təzyiqinə, insanların təzyiqinə, enerjisinə, göz nəzərə, hər bir şeyə artıq güclü olursan. Sinəni qabağa verirsən. Bu çox önəmlidir. Beldə, çiyində, əzələ ağrıları, yəni onların birbaşa terapiyası, müalicəsi məhz dartılmalardır, yoqadır. Əgər səndə bir travma varsa, illərlə onu sağalda bilmirsənsə, mütləq yoqa et. Hər gün et. O çiyinin ağrıyır, onu sən dartmaqla sağa, sola, yuxarı görəcəksən ki, o ağrılar getdi. Çünki çiyin bərpa olur. Ümumiyyətlə bizim bədənimiz bərpa olmaq funksiyasına qadirdir. Çox vaxtı biz onu bilmirik. Biz düşünürük ki, elə yalnız bir şey olan kimin çıxış yolu həkimlərdir, klinikalardır. Amma ora əksinə səni məhv edir. Çox hallarda. Dostlar, gəlin sağlam olaq, yatırım edək özümüzə, güclü olaq, bu günləri həyatımızı ələ alaq və onu gözəl yaşayaq. Əgər videonu bəyəndinsə, bu məlumatlar sənə faydalı səsləndisə, videonu bəyən, like qoy, günün gözəl keçsin. Mənim növbəti videolarım daha maraqlıdır, onları izlə. Namaste.